Salam, mənim əzizən vətənlərim, sevimli Gəncəbasarlılarım. Boynuma alıram ki, çox qəribə xarakterim var. O, çox vaxt mənə normal yaşamağa mane olur, hər vaxt narahat edir məni. Görünür, ona görədir ki, daim baş verənləri təhlil edir, ona görə də arada lap depressiyaya qapılıram. Bir sözlə, özüm öz başıma əngəl açıram, əngəl. Həyat yoldaşım arada mənə deyir ki, ay arvad, sakit olsana, Allah verən həyatını yaşa. Sənin vətənin də, sevimli Gəncəbasarlıların da öz kefindədir. Hamı yaxşı ya pis dolanır. Niyə daim özünə əziyyət verirsən axı? Niyə? Uşaqlarım da elə bunu deyir. Amma heç xeyri yoxdur. Özümlə bacara bilmirəm ha. Yaşımın bu vaxtında dəyişən deyiləm ha. Mənim əzizlərim, soruşa bilərsiniz ki, bütün bunları sizlərə deməkdə məqsədim nədir? İnanın mənə. Hazırda mənim narahatlığımın əsas səbəbi ölkənin milli sərvətlərini talan edilməsidir. Talan. Aydın məsələdir ki, bu sərvətlərin satılmasından əldə olunan pulun çoxu Əliyevlərin və onların cinayətkar klanının cibinə axır. Azərbaycanda bunu hamı bilir. Hamı. Burada əlavə izahata heç ehtiyac yoxdur. Amma daha böyük dərd odur ki, bu cinayətkar rejim xalqın milli sərvətinin satılmasından əldə olunan pulun cüzi bir hissəsini büdcə üçün saxlasa da, sonradan onu da oğurluyurlar. Oğurluyurlar. Büdcə pullarının böyük bir hissəsi Əliyevlər ailəsinin, onların yaxınlarının təbliğatına, ya düşmən vəziyyətində olduğumuz ölkələrin, ya da daim düşmənçilik etdiyimiz digər qonşularımızın əleyhinə yönəlmiş əks təbliğatçılığına sərf olunur. Bu belədir. Amma hətta bu mənasız təbliğatı da bu fərsizlər lazımi səviyyədə apara bilmirlər. Onların etdiklərini, yazdıqlarını körpə uşaqlar da anlayır və onlara rişxənd edirlər. Bişmiş toyuğun gülməyə gələn elə mənasız şeylər uydururlar ki, adam mat, məhdəl qalır. Buna ad da qoyurlar ki, güya Azərbaycanın əzəmətini dünyaya göstərmək. Dünyada onun mövqeylərini möhkəmləndirmək istəyirlər. Bir təzə nümunə sizə deyim. Yəqin yadınızda olar ki, bu yaxınlarda Əliyev bir ətək pul tökərək güya Bakıda sülh məramlı bir görüş təşkil etmişdi.
küllü miqdarda pulun hesabına 3 nəfər başı xarab erməni də tapıb bura dəvət etmişdilər ki, onlar da Əliyevləri təbliğ etsinlər. Tamamilə aydın məsələdir ki, bu ermənilər psixi cəhətdən normal insanlar deyirlər. Psixoloq olmaq lazım deyil ki, bunu anlasınlar. Onlara ad da qoymuşdular ki, güya şair, güya jurnalist, yazıcı, hüquq müdafiəçiləridir. Amma o ermənilərin üzünə baxmaq kifayət edir ki, biləsən, onlara lazım olan puldur, pul və salam. Pullarını alıb qoydular cibişdana, sonra da Əliyevə nə lazım idisə tutu quşu kimi dedilər. İndi sizlərdən sual edirəm. Azərbaycanda kimsənin ağlına gəldimi ki, soruşa, ay balam, bu ermənilərə nə qədər pul xərclədiniz, niyə xərclədiniz, hardan xərclədiniz? Əgər mən bilsəydim ki, o pullar Əliyevin öz cibindən gedir, heç bu söhbəti açmazdım da. Deyərdim ki, öz puludur, özü bilər, hara xərcləyir, xərcləsin. Amma mən bilirəm axı, bilirəm siz də bilməmiş olmasınız ki, onlar xalqın pullarıdır. Əliyev istədiyi kimi onları yelə verir. Ona görə də deyirəm ki, o mənasız tədbirdən bu xalqın canına heç bir fayda ola bilməz, heç. Görün, o hüquq müdafiəçilərdən biri nə deyirdi? Deyirdi ki, güya Azərbaycanda 30-40 min nəfər erməni yaşayır. Sizlərə yaxşı məlumdur ki, Əliyevin təbliğatçılığı son vaxtlar tez-tez bu rəqəmi səsləndirməkdir. Sonra da deyirlər ki, görün Azərbaycan nə qədər tolerant bir dövlətdir ki, onun ərazisində hətta ermənilər də sakit yaşaya bilir. Amma Ermənistanda bir nəfər də olsun Azərbaycanda yoxdur. Mənim əzizlərim, belə sözləri oxuyanda, belə ağ yalanlar eşidəndə, mən yazıq dəli olmayayım, mən neyliyim? Neyliyim? Axı bu yalanı deyənlərin ya özləri axmaqdır, ya cəmaat axmaq yerinə qoyur. O erməni hüquq müdafiəçiləri də onlar kimi bizləri lap avam bilirlər. Aldıqları pullardan ağılları çaşmış bu sarsaqlar bilmirlər ki, onlarda soruşa bilərlər. Birincisi, əgər həqiqətən Azərbaycanda 30-40 min erməni yaşayırsa, onda nəyə görə o ermənilərin bir nəfəri də həmin o mənasız sülhməramlı görüşdə iştirak etmədi? Niyə iştirak etmədi? Niyə onları ora dəvət edən olmadı? Axı düz dünyada hamı bilir ki, İlham Əliyev elə yaxın olduğunu bilsəydi, çoxdan o ermənilərin iştirakı ilə şou təşkil etmişdi. Daha sonra o erməni hüquq müdafiəçiləri Bakıda bir çox görüşlər keçirmiş, yalançı Xocalı qırğınının şahidləri ilə söhbətləşmiş, hətta məlum Sumqayıt hadisələrinin iştirakçıları ilə tanış olmuşlar. Bu belədirsə, nəyə görə onlar Azərbaycanda yaşayan bir nəfər də olsa erməni ilə görüşməyiblər? Niyə? Nəyə görə qonaqları bir nəfər də olsa erməninin evinə aparmayıblar? Aparmayıblar ki, onlar öz gözləri ilə görsünlər ki, həmvətənləri necə xoşbəxt yaşayır Azərbaycanda. İkincisi, həqiqətən Azərbaycanda erməni yaşayırsa, onda nəyə görə Əliyev indiyədək Ermənistan əleyhinə təbliğatda onlardan istifadə etmir? Qoy həmin ermənilər öz pasportlarını göstərərək, öz millətini sənədlə sübut edərək, dünyaya car çəkərək, Ermənistanı tənqid, Azərbaycanı isə tərif etsinlər. Qoy etsinlər də. Niyə etmirlər bunu? Niyə indiyədək Azərbaycan jurnalistləri orada yaşayan ermənilər haqqında reportajlar hazırlayaraq cəmaata təqdim etmirlər?
Niyə həmin reportajları aparıb beynəlxalq təşkilatlara göstərərək Azərbaycanda həqiqətən tolerantlığın olmasını isbata yetirmirlər? Niyə? Siz biləni 30 min ermənisi olan İlham Əliyev belə bir fürsəti indiyədək fötə verərdi? Əlbəttə verməzdi. Verməzdi. Nəhayət, əgər həqiqətən Azərbaycanda o qədər erməni yaşayırsa, onda nəyə görə əhalinin siyahıya alınması cədvəlində ölkədə yaşayan ermənilərin sayı əvvəllər olduğu kimi 120 min nəfər göstərilir? Axı bu rəqəm SSR-nin son illərində Dağlıq Qarabağda yaşayan ermənilərin sayını göstərir. Bəs hanı bu 30-40 min nəfər erməni? Hanı? Əgər onlar orada yaşamış olsaydı, onda əhali siyahıya alınanda özlərini erməni kimi yazdırmalıydılar. Bu belə deyil. Bəs niyə yazdırmayıblar? Niyə? Mənim əzizlərim, sizlərə belə gəlmirmi ki, torbada pişik var? Bu fərsiz İlham Əliyev və onun ondan da fərsiz təbliğatçıları dünya ictimaiyyətini axmaq bilirlər. Axı, Amerika ya Rusiyada yaşayan erməni əsilli vətəndaşları bina aeroportundan irəli buraxmaya, onu dərhal deportasiya edən, hətta uydurma ittihamlarla həbs edən bir dövlət neçə icazə verər? Nə az, nə çox, 30-40 min erməni Azərbaycanda daim yaşasın. Ağla sığan şeydir. Bunun yalan olduğunu anlamaq üçün gərək, məgər böyük ağla sahib olmaq tələb olunur? Bu kağıdı bir şeydir. Bunun harası təbliğat ya əks təbliğatdır? Bütün bunlar Azərbaycanı dünya ictimaiyyətinin nəzərində oyuncağa çevirmək kimi bir şeydir. Daha bir məsələ. Əgər Əliyev təbliğatı iddia edirsə ki, Azərbaycanda həqiqətən 30-40 min erməni yaşayır, onda bəs niyə heç kim onların hansı şəhərdə, hansı qəsəbədə, hansı ünvanda yaşadığını bilmir? Niyə rəsmi statistika bu haqda heç nə demir? Bəlkə Bakıda, Sumqayıtda ya Gəncədə belə bir ünvanı bizə desinlər? Bizə bilək. Demirlərsə, onda yoxdur onlar. Belə deyil, bu belədir. Bu ağılsızların ağlına belə suallar niyə gəlmir? Gəlirsə onda bəs niyə xalqın pullarını belə mənasız şeylərə xərcləyirlər, ha? Bu boyda rüsvayçılıq mı olar? Ay başınıza dönün. İlham Əliyev başınıza dönsün, ha? Gəlin belə bir məsələni də birlikdə təhlil edək. Mən də başa düşürəm ki, SSR dağılandan sonra bəzi ermənilər, xüsusən ərli qadınlar, Azərbaycanda qala bilərdilər. Məsələn, Azərbaycanda çoxları deyir ki, baş nazir Artur Rəsizadə Azərbaycan öz müstəqilliyini elan edən günədək öz evində erməni dilində danışırdı. Çünki onun arvadı da erməni idi. Oğlu erməni qızı alıb. Qızı erməniyə ərə gedib. Ramiz Mehtiyevin arvadı Suxumili ermənidir. Olsun, nə deyirəm ki? Belədirsə, onda bəs niyə nə Rəsizadənin, nə də Mehtiyevin xanımı indiyədək bir dəfə də olsun televiziya ekranlarına çıxaraq əlində pasportunu, orada milliyyətinin erməni yazıldığını cəmaata göstərərək Azərbaycanı tərifləyib, Ermənistanı isə pislənmir? Niyə? Bu bir sual. Daha bir sual odur ki, Azərbaycanda qalmış o ermənilərin içində heç rəhmətə gedəni olmuyor? Olubsa, bəs niyə görə indiyədək Bakı mətbuatı bir dəfə də olsun yazmayıb ki, filan günü, filan erməni, filan yerdə rəhmətə gedib, onu filan qəbirstanlıqda basırıblar? Bütün bunlardan irəli gələn nəticə nədir? Birincisi odur ki,
bütün bu deyilənlərin hamısı yalandı. Yalan. Azərbaycanda bir nəfər də olsun erməni yaşamır. İkincisi, bu düzgün olmazdı. Çünkü Azərbaycanda heç bir erməninin olmaması qeyri-mümkündür. Axı yüzlərlə Türk o vaxtlar erməni qızına evlənib. Ya da erməniyə ərə gedib. Mənim bildiyim budur ki, erməniyə ərə gedən qadınlar çoxdan Azərbaycanı tərk ediblər, çoxdan. Amma erməni qızı alanların hamısı ölkəni tərk edə bilməzdi. Buradan belə çıxır ki, həqiqətən Azərbaycanda sayını dəqiq deyə bilməsək də ermənilər yaşayır, yaşayır. Belədirsə, onda bəs o ermənilər haraya yox olublar? Haraya? Bax bu yerdə mənim əzizlərim xoruzun quyruğu görsənir. Məsələ burasındadır ki, hazırda Azərbaycanda yaşayan erməni xanımlarının hamısı müstəqilliyin lap ilk dövrlərində öz pasportlarını dəyişərək həm ad, həm familiyasını, həm də milliyyətini dəyişdirməyə məcbur olmuşdur. Bunun mənası odur ki, Azərbaycan İlham Əliyevin iddia etdiyinin əksinə heç də tolerant ölkə deyil. Yox. Buna sübut da budur ki, o ermənilər yaxşıca bilirlər ki, onların milliyyətcə erməni olduğunu bilsələr, yerlilər onların başına olmazın müsibətlər gətirərlər. Bu belədir. Məhz bu səbəbdən də İlham Əliyev orada qalmış ermənilərdən öz təbliğatı üçün istifadə edə bilmir. Edə bilmir. Çünki faktik o ermənilər var, amma sənətdə onların heç biri erməni deyil. Bax, budur Azərbaycanın real həqiqəti. Bax, budur İlham Əliyevin real həqiqəti. Burada elə bir dözülməz rejim var ki, cəmaət öz milliyyətini də gizlətməyə məcburdur. Hayf ki, öz belə yalançı həqiqətini, dünyaya real həqiqətini göstərmək üçün İlham Əliyev mənim xalqımın büdcə pullarını xərcləyir. Xalqım isə hələ də bu rejimin zülmünə tab gətirməkdə davam edir. Əfsus. Əfsuslar olsun. Salamat qalın. Ellerini üzüp benden yarım bir baş giden oldu. Ellerini üzüp benden yarım bir baş giden oldu. Can deyip can eşiderdi bu ayrılık neden oldu? Can deyip can eşiderdi bu ayrılık neden oldu? Öz əhdimdən, diləyimdən ayrı düşdüm illərlə mən. Öz əhdimdən, diləyimdən ayrı düşdüm illərlə mən. Ancaq səndən ayrı gəzən ürək deyil bədən oldu. Ürək deyil bədən oldu. Bədən oldu.
gün bir mecliste geldi yüz yüze, bu aşkı pünhanı tanımadın mı? Ayları, illeri sensiz geçiren, könlü perişanı tanımadın mı? Gesen federal torpağının paytaxtı Visbaden şəhərindəki atışma nəticəsində bir nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır, deyə yerli polis xəbər verir. Bu informasiyanı RIA Novosti çatdırmışdır. İnsident Bibrix əyalətində baş vermişdir. Ataş açan qaçıb gizlənmiş. Onu axtarmaq məqsədi ilə polis alava dəstələri və vertolyotlar səfərbər etmişdir. Cinayətkarın niyyəti hələ ki məlum deyildir. Bu arafada Berlində naməlum şəxs yük maşınını millət yarmarkasındakı cəmaatın üzərinə sürmüşdür. 12 nəfər ölmüş, onlarla insan xəsarət almışdır. Ölkə rəhbərliyi baş verən hadisəni terakt hesab edir. Londonun King's College'nin təhlükəsizlik eksperti Domitilla Sagramoso belə hesab edir ki, baş verən hadisə Ankara və Moskva arasındakı münasibətlərdən daha çox Suriyadakı vəziyyətə təsir edə bilər. Sagramoso güman edir ki, bu qətl Rusların Alepponu bombalanmasına cavabdır və çox güman ki, Moskva buna Suriyada cavab verəcəkdir. Britaniya Beynəlxalq Münasibətlər Kral İnstitutunun Rusiya və Avrasiya proqramlarının rəhbəri James Nixi bu fikirlə razıdır ki, Rusiyanın cavabını Türkiyədə yox, Suriyada gözləmək lazımdır. İndi güman ki, bu məsələ Rusiyanın mövqeyi daha sərt olacaqdır. Rusiya hərbçiləri isə qisas almaq istəyəcəklər, deyə o vurğulamışdır. Türkiyədə Rusiya səfiri qətlə yetirildikdən sonra Amerika Birləşmiş Ştatları və İran bu ölkədə öz diplomatik nümayəndəliklərini bağlamağı qərarlaşdırıblar. Türkiyənin Bir Gün dərgisi xəbər verir ki, Amerika Birləşmiş Ştatları Ankaradakı səfirliyini və Adanadakı konsulluğunu, İran isə İstanbul, Erzurum və Trabzondakı konsulluqları bağlama qərarına gəlib. Xatırladaq ki, Türkiyənin paytaxtındakı müasir İncəsənət Mərkəzində dekabrın 19-da axşam Rusiya Türkələrin Közü ilə adlı sərginin açılışında Rusiya Federasiyasının səfiri Andrey Karlova qarşı hərbi qasd olmuş. Nəticədə xəstəxanaya gedən yolda o rahmat hak etmiştir. Azərbaycan güclü iqtisadi böhran keçirir. Bu böhran ölkədəki avtoritar rejim və həm də cəmiyyət üçün gözlənilməz olmuşdur. Çünki onlar son 10 ildə ancaq neft dollarlarının axını fonunda baş vermiş rifah səviyyəsinin nisbətən qalxmasına uymuşdur. Bu haqda Azərbaycanın informasiya agentliyi Turan yazır. Avtoritar rejimin siyasətinə təsir etmək imkanında olmayan təşkilatlar və layihələr maliyyələşdirilir. Rejim zor və total təbliğat yolu ilə cəmiyyət üzərində tam nəzarət etməyi nəzərdə tutur. Vətəndaş cəmiyyətinin dövlət qərarlarının qəbul edilməsi və onların reallaşdırılması prosesindən kənarlaşdırılması ciddi səhvlərə və sui-istifadə hallarına gətirib çıxarmışdır, deyə Turan yazır. Avropa Sabitlik Təşəbbüsü Avropa Bataqlığı adlı təhqiqatının Kuru Diplomatiyası adında ikinci hissəsini dərc etmişdir. Bu haqda Kontakt az xəbər verir. Maruzanın bu hissəsində Azərbaycan iqtidarının korrupsiya sxemalarına dair faktlar açılıb göstərilmişdir. Onlarla yüksək mənsəbli
Avropa siyasetçileri bu korrupsiya schemalarına celp olunmuştur. Avropa Şurası Parlament Asambleyasındaki Halk Partiyası grupunun rəhbəri Luca Volonte'nin bu schemalarda faal iştirakı faktı İtalya Prokurorluğu tarafından tasdik edilmiştir. Luca Volonte, İtalya'nın tahqiqat organlarıyla amaqdaşlıq etmeye razılıq vermiştir. O, Azerbaycan'dan pul almış birçok Avropa siyasetçilerinin adını hallandırmıştır. Bu hadisanın izleri Avropa Şurası Parlament Asambleyasının sadri Pedro Agramuntu'ya aparıb çıxarır. Volonte'nin uzu çirkli lobiçilik xidmətlərinə görə Azerbaycan'dan təqriban 3 milyon avro almıştır. Dağdı quluq qalaya yala güzlü Raqay savqat haqaqdan içan ala güzlü Dağdı quluq qalaya yala güzlü Raqay savqat haqaqdan içan ala güzlü Qadaqlara lapaya kusa yala güzlü Basla sunaq taqaqdan içan ala güzlü Lapayar kuza yala güzlü Basla sunav taqaqdan içan ala güzlü yala güzlü Hiday patan geli takayla can ala güzlü Yalfini kaynizler tavaya yala güzlü Hiday patan geli takayla can ala güzlü Yarıqdan ahirət sana yala güzlü Mulxaş gəlidi şüşə qələm can ala güzlü Yarıqdan ahirət sana yala güzlü Hoş geldi şişe kalem can ala güzlü Çiçan ala güzlü İlk güne dahi qəxəşdə ayala güzlü Belə qaday qaraba çiçan ala güzlü Şuman xürüsü xifida ayala güzlü İkiz qani araba çiçan ala güzlü Şuman xürüsü xifida ayala güzlü İkiz qani araba çiçan ala güzlü Çan ala güzlü Dikizgeni yar qala çiçan ala güzlü Ay ala gözlü Çan ala güzlü Dikizgeni yar qala çiçan ala güzlü Ay ala gözlü Çan ala güzlü Dikizgeni yar qala çiçan ala güzlü Ay
Mənim əzizlərim, biraz önce size danıştığım bizim hakimiyetin ne kadar fərsiz olduğundan, onun real hayattan ne kadar aralı düştüğünden. Dedim ki onların hiç vecinə de değil, halk ne günde yaşayır. Size dedim ki hakimiyet başında oturanlar devletimizin bütçesi adı altında bize saxladıkları qəpik quruşu necə ağılsızcasına xərcləyirlər. Nəticədə bizə çatan nə olur? Ölkə uçurumun astanasında. Xalq isə özünə çörək pulu tapa bilmir. Sözün doğrusu, mən belə fikirləşirəm ki, Azərbaycan adında bu məmləkəti artıq xilas etmək qeyri-mümkündür. Və mənim zavallı həmvətənlərimin hər biri özü öz başına çarə axtarmalıdır. Mənim istəyim budur ki, bu torpaqda yaşayan hər bir xalq, hər bir etnik qrup öz doğma evində, biraz da dəqiq desəm, öz azad ölkəsində yaşamalıdır. Artıq heç kim şübhə etmir ki, yataqxanada yaşamaq alınmır. Dəfələrlə dediyim kimi, məni daha çox doğma Gəncəbasarım maraqlandırır. İnanın. Onun taleyi məni olduqca narahat edir. Şübhə etmirəm ki, məhz bu regionun əhalisi hazırda daha güclü, daha mütəşəkkil bir qüvvədir. Hökumətin anti-xalq siyasətinə daha çox Gəncəbasarlılar müqavimət göstərirlər. Əgər Gəncəbasarlılar daha ağıllı hərəkət edərək öz müstəqilliyi haqqında fikirləşsəydilər, başa düşsəydilər ki, Naxçıvanlılar yeraz Kürt kəlmələrinin zülmü bu cəmaatın artıq axırına çıxmaqdadır, onda mənim doğma Gəncəbasarım regionumuzun ən uğurlu bir güşəsi ola bilərdi. Amma mənim əzizlərim, indi bu haqda danışmaq fikrində deyiləm, yox. Mən sizlərə bir neçə video çarx göstərmək fikrindəyəm. Belə bilirəm ki, bu video çarxlarda mənim xalqımın acı həyatı daha bariz şəkildə əks olunmuşdu. Daha bariz. Görün iş nə yerə çatıb ki, indi daha kəlmə yeraz ailələri də qiyam qaldıraraq yenidən Azərbaycanın müharibə vəziyyətində olduğu Ermənistana gedəcəkləri ilə hədələyirlər. Görün cəmaat öz canından necə bezib ki, Ermənistana köçərək bu ölkənin hökumətindən siyasi sığınacaq, çörək pulu diləyir. Həmin binəvaya baxarkən gözlərimin yaşını saxlaya bilmədim. Uzun uzadı ağladım. Öz xalqımın gününə ağladım. Axı gör, onu necə çıxılmaz hala salıblar ki, o Əliyevlər təbliğatının düşməni elan etdiyi ermənilərdən sığınacaq istəyir. Mənim əzizlərim, özünüz baxın. Axı bu zavallı Azərbaycan hökumətinin küllü miqdarda pul hesabına Bakıya gətirdiyi dıraqarası erməni hüquq müdafiəçiləri kimi yağın balın içində bəslənmiş adama oxşamır. Özü sərhəddi keçmiş, ermənilərə müraciət etmiş bu şəxsə diqqətlə baxanda adama elə gəlir ki, sanki dünyanın bütün qəm, kədəri onun simasındadır. Onu heç kim pulla satın almayıb, yox. Heç kim ona pul verməyib. Heç kim onu tamaha salmayıb, yox. Bu sadə zəhmətkeş insan sadəcə yaşamaq, qarın dolusu yemək, öz ailəsini yedirtmək istəyir. Bu belədir. O istəyir ki, onu istismar etməsinlər. O istəyir ki, ona zülm etməsinlər. Diqqət edin, heç kim ona nə demək lazım olduğunu söyləmir, yox. O özü öz dərdini danışır və onun bu dərdi mənim də dərdimdir. Mənim də dərdim. Bütün bunlara baxdıqca ürəyimdən qara qanlar axır. Özüm özümə deyirəm, vay, vay bizim günümüzə.
Vay. Sözün qısası, mənim əzizlərim, özünüz baxın. Nəticəni də özünüz çıxarın. Sizi Allah'a tapşırırım. Salamat kalın. В каком месте вы переходили границу? Как вас задержали? Я прямо около Решка пришел, на армянской границе сразу там задержали меня. А вы не боялись, что пограничники азербайджанские или армянские могут вас стрелять? Нет, я сразу руку поднял и пришел. То есть вы хотели обязательно перейти границу к Армении? Почему? Потому что жить трудно было у нас. Мы жили раньше как дружно, нормально. А в последнее время ни рабочего места нету, и каждый день в дома скандал бывает. Для этого, чтобы бедно живем. Рабочих мест нет. И так. А государство выделяет какую-то помощь или дотацию Азербайджану, я имею в виду? В селах никакой татарства помощи нету. Я не вижу, не видел. У вас есть родственники, которые могли бы вам помочь, поняв, что ситуация, допустим, нигде не легкая, они вам не предлагали помощь? Они предлагали иногда, сколько раз можно предлагать. Они тоже сам бедные живут, не богатые. Вы не пробовали найти работу, допустим, в крупных городах Азербайджана, где там много денег, много строительства? Я не нашел нигде работы найти. Вот вы где пытались? Расскажите, пожалуйста, или пытались, или вообще, или нет? Я пытались, куда пойду, говорят, у нас свои рабочие есть, больше не надо никого. Скажите, вот в деревне почему не удается жить нормально? Ведь у вас есть земля, у вас есть, наверное, самое элементарное. У нас земля есть, половой нету, вода нету, поливать земли. И государство не дает, не поможет, чтобы вода была, мы сажали, жили нормально. А в Советском Союзе же была вода во время... Да, в Советском Союзе была и хорошо жили. А куда делась эта вода? Перекрыли, нету больше воды. Откуда прикрыли? Откуда эта вода была? Из Армении была вода, а сейчас накрыли, вода нет. Это после войны, да? Да, после войны. Да, война хорошая была. А есть у вас в деревне более богатые люди? Как, допустим, вы один так живете? Каковы условия на деревне? Нет, в деревне почти 80% так, я как живу, так живет. 80% бедные живут. Вот в месяц сколько денег удается вам зарабатывать? Как вообще живете? Откуда берутся деньги? Вот на что вы покупаете хлеб? А это иногда куру продаем, немножко картошку продаем, вот такой же. И иногда маленькие работы найдем, несколько манатов. Зарабатываем, все это возьмем. Зарплата нету, пенсии нету. Я остался без денег и вынужден был. Вот ваша семья знала, что вы хотите переходить границу? Я им предупреждал, чтобы я уеду. Наша семья мой документ спрятал. Спрятал документы и все. Я вышел из дома, пришел. Вы с женой говорили, да? Я сказал, я уеду. Больше каждый день скандал, так не пойдет. Они думали, я Россию еду, документы спрятали. А почему вы выбрали Армению? Тут ближе было пешком ходить, а мне дальше идти, без денег как можно идти? Я пришел в Армению, чтобы тут хорошо будет, или, пожалуйста, мне пусть отправить в другое государство. Я уже больше не хочу там жить, между семьями.
людьми такой категории, как вы, которые перешли границу, тем более в такое время. Это занимаются международные организации, в частности Красный Крест. Если они решат, что вам нужно возвращаться в Азербайджан, что вы будете делать? Я не собираюсь. Я только другое государство, или Грузия, или Россия. Я не хочу возвращаться в Азербайджан. Если вам предложат работу в Азербайджане или где-нибудь, вы поедете обратно? Нет, Почему? потому что уже надоели всю жизнь. У вас есть там, допустим, личные враги, которые вам угрожали в Азербайджане? Нет. То есть, в чем основная причина, почему вы решили вот на такой шаг? Потому что я не могу жить. Бедный живем, рабочего места нету, помощи нету. Я же не буду умирать от голода. Я хотел сюда перейти, чтобы мне помогли, и другое государство работу найду, буду работать и жить. Я раньше несколько год здесь в Армении торговал, и я все Армению народу знаю. Я надеюсь, за этого пришел, за такое время сюда. На что вы надеетесь? Чтобы я не боялся, я характер знаю, чтобы мне никто не будет трогать, только помочь. То есть с армянами вы дружили, вы армян знаете, вы это хотите сказать? Да, я раньше дружил и знаю характер. За этого пришел. Я везде ездил, везде районом ездил. Ереване был, Ичмаздине, Чаравакане, Лельнакане, Раздане, везде районом был, торговал. Скажите, а у вас родственников есть в Баку, в России, может быть, в других государствах? В России есть. Там живет. Сын Тотя в Оренбурге живет. А чем они занимаются? Они не могут вам помочь там оплатить дорогу, чтобы вы поехали, заработали, вернули деньги обратно? Я был в прошлом году тоже был. В этом году тоже был в России, в Литейской области. Почти без денег вернулся. Без денег. А в Азербайджане, в городах крупных, там кто у вас вообще родственников? У вас, допустим, сестер, братьев, там сколько, как они живут, где они живут? Они тоже бедные, живут в Баку. Одно это фабричный завод, а другой клинической больнице медсестром работает. Они даже себе еле-еле оправдывают. Они как мне поможет? В Азербайджане есть вот этот нефтяной фонд, там очень богато, очень много денег течет, то есть социальная обеспеченность тоже высокая. Вот вы чувствуете эту обеспеченность, вот, допустим, эти деньги как-нибудь доходят до населения? Я не чувствую, мне даже копейки не доходит мне. Я ничего не вижу. У вас нет вот этих служб социальной поддержки, которые куда там идут люди безработные, регистрируются и получают какую-то помощь, дотацию? Это бедному не идут. Бедному не идут, богатому может. Все-таки же какое-то движение, какой-то прогресс, наверное, есть, да, в государстве. Вот вы почему не пытаетесь найти, вот обустроить у себя на родине? Не дает. Просто обещает. Обещает, ничего не дает. Вот примерно говорят, пока подождите, скоро зарплата поднимается, пенсия поднимается 2 раза больше, 2,5 раза больше, и только обещает. И я все равно ни зарплата не получу, ни пенсия, ни рабочего места нету. Я откуда знаю, что это есть? Вы никогда не думали, что в той ситуации, в которой вы оказались, что, возможно, виноваты вы сами? Вот, допустим, почему так было, что при Гейдаре Алиеве вы говорите, вы жили хорошо, а при Илгаме Алиеве у вас плохо? Вот вы можете объяснить эту ситуацию тогда и сейчас? Мы хорошо жили до Советского Союза.
После этого я бедный стал. Вообще в селах бедный живет после Союза. В Союзе время хорошо, богато жили. Вот вы думаете, что только государство виновато, вы не виноваты? Я откуда виноват? Я если рабочее место нет, то работать. Я же не виноват. Я только умею строительной работать. А в Баку же много строительства. Почему вы не работаете там? А там же все говорят, у кого родственники, дядя есть, у них работа есть. Смотри, пожалуйста, вот что вы хотели добавить. Я хотел сказать, что все было, я хотел сказать, все сказали, и это тут мне хорошее обеспечение есть, хорошо обеспечивает, все нормально, кормит, и кушать, спать, все нормально. Я от вас спрашиваю, только мне скоро отправляйте в другое государство. А вот что бы еще вы хотели вот своей семье передать? Или... Я своей семье это хочу передать, чтобы я больше назад не вернусь. Про семью. Чтобы каждый день жаловаться не было в семье. Я это хочу сказать. И, пожалуйста, скоро мне отправьте в другое государство. И все. Binəqədi rayonu Rəsulzadə qəsəbəsində Xutor adlanan ərazidə yaşayan 61 ailənin evi söküləcək. Bu evlər Ziya Bünyadov prospektinin genişləndirilməsi planına düşüb. İndiyəcən müxtəlif aksiyalarla hakimiyyətin diqqətini cəlb etməyə çalışan insanların səsini eşidən yoxdur. Yalnız bu günlərdə Binəqədi rayon icra hakimiyyətində vətəndaşları bir-bir qəbul edərək onlara müxtəlif məbləğdə kompensasiya təklif ediblər. Əksəriyyət Ermənistan qaçqınları olan ailələr təklif edilən vəsaitin azlığından narazıdır. Evlərin sökülməsinə etiraz olaraq bugün onlar Ziya Bünyadov prospektində yolu bağlamağa cəhd ediblər. Sakinlərin toplaşdığı əraziyə polis qüvvələri cəlb edilib. Polis hadisələrin gedişinə müdaxilə etməyib. Kompensasiyanın məbləği artırılmasa, Xutor sakinləri hər cür radikal addımlar atacaqlarını bildirirlər. Cəmaata işgəncə verirlər, burada demokrat. Heç nə eynirlər, mənzilləri sökürlər, prezidentin qərarını, müşahidə keçirdiyi qərarını yerinə getirmirlər. Heydər Əliyev, Allah rəhmət elədi. Bu oruçluqda biz o yerləşdirdi. İndi İlhama, oğul kimi, mənim oğlum İlhamdan böyükdür. Xahiş eləyirəm ki, gələr, özü bax bu yolda durar. 1 manat da des ağzından çıxsa, kasetiyə yazdırıq. Biz ona razıyıq, 10 manat da desə. Gazeti yeni aynəsə çəkdirdik. O gazetdən vermir. Mən 15 nəfərəm. Oğlumun biri Qarabağda yaralanıb, bir yanı yoxdur. 15 nəfərin nə də məni göndərsin ya Ermənistana, ya gəlsin mənə ev versin. Mən niyə bu polislərin başına deyirəm? Mənim öyümü niyə? O gələn öyü çurana, putulğuya benzini doldururam, o texniki yandırıram, özümü də içine tökər yandırıram. Hopsuz otağıma, üç otağın pulunu veririm ona. 80 manat, 8 9 otağı. Vermir, ay kızım vermir, öldürür bizi. O İlham bunu bitir, o insafa gelsin, kocaları kırmasın. Xanım bax, qərar yazılıb. 1500 manatdan təmir yazılıb. Qərara bax. Bax bu qərarı prezidentimiz verir. Qərara bax. Bu qərarı da şeyləməyə heç 20% də əlavə təqaüd. 20% əlavə kəsmir. 700 manat verir. 700 manat pul verirəm, verilməm də çıx 3 günə kimi. Hara çıxsın bu cəmaat? Onda bilirsən nə var? Onda bizim başımızı baltayla kəsmək istəyirlərsə da baltayla. Öz millətimizin baltasıyla kəsilmək istəmirik. Kanunlara doldursunlar, bilərik ki, erməni kəsib başımızı geri ötürsünlər Ermənistana. Öldürsə də qoy bizi ermənilər öldürsün. Öz millətimiz bu günə qoymasın bizi. Niyə 700 manatdan mən uşaqlarımı yerləşdirmişəm, hara yerləşdirir? Eşaya var. 22-dir, mən 4 evladımı yerləşdirmişəm. 700 manatdan qıvar.
Paranı verirəm. Nə verirəm? Hara getməliyəm? Benzin töküb evimin içində özümü yandıracağım. Ancaq evimdən çıxmayacağım. 88'den gelmişiz. Yerleşmişiz. Bizim yerimiz değiştirmedi. Natar geldiler evlerimizi söyledi. Ne hesaba söküldüler. Pulu versinler, gelsinler evlerimizi söyledi. Pulu vermemiş bir kimse gelip yanım kapının önüne benzin töküp yandıracak. Arazide torpağın her bir kvadratı 3 mindir. Bunu prezidentten biri, pazar da biri, ahali de biri. Ama cemaate değerler ki sizin her kvadratınıza 600 manat pul verir. 600 manat bu cemaat kesin harda gelir. Hiç 600 manata gelip o Uçkar rayonunda da gidiyor. Uçkar rayonunda torpağın sotu 2000-3000. Burada gelip cemaat okurlar ne alsın? Ben 200 kvadrat bu evime 600 manat veririm. Ben 600 manattan kimi yerleştiririm? Hara gedək? Oradan geldik buraya sığındık. Buradan hara gedək? Hara gedək? Evdə bir nəfər işləyən yoxdur. İşleyenimiz yok, getirenimiz yok. Neyləməliyik? Bizim evləri necə sökürlər, qanunu qayda. Evlənəni də bir evdə, evlənməyəni də bir evdə. Valideynin hamısı yığılıb bir evə, kvadratlarımızı kəsirlər, pulları da 300, 500 yığırlar, gedirlər ki, dokumentlərinizə, notarusa heç nə deləmirlər. Prezidentin qərarı odur ki, 1500-dən pulumuzu versinlər. Vəssalam. Evimiz yoktu, halamın evinde kalırıq. 47 kvadrat həyat qarışıq evi var. O 47 kvadrata qoca arvadı deyir həyatını uçurduruq. 2000 manat pul veririk. Bəs biz hara gedək, neyniyək? Uçaq göylə uçaq, hamam tuvalet olmayandan sonra. 47 kvadratlı olan şeydir ki bize 500'den 10 pulunu verir. Çok xahiş edirik, onu bir nəzərə alsınlar. Bizim prezident baxsın, görsün ki cemaat neler çəkir, nə günlər görürlər. Bu cəmaatı niyə incidirlər? Mənim başım çıxmır. Məni evimdən niyə qovurlar? Qovurlar mənim pulumu versin də, mənə şərikli ev alıblar bəyəm. Yoxsa mənə havaya ev veriblər. Mənim başım çıxmır. Prezidentimizin qərarı var. 1500'də cəmaatın pullarını alıb yeməsinlər. Mənim 4 otağım var. Mən gəlib evdə hesablayıram. Mən bir otaq ala bilmirəm. Mən kiriyə çıxmalıyam yoxsa ev almalıyam? Mən torpağa pul verməyən oturum. Mən evimi ona verərəm. Düzgün pul vermirlər, haqsızlıq gedir. Biz də haqqımızı tələb edirik ki, həyətə vermirik, tualetə vermirik, hamama vermirik. Bəs nədir? 50 kvadratımız var, o çıxardı onu hamama, lavəsə vermirik. 1 metrə torpağı pulsuz bizə kim verir ki? Versinlər, gedək də. Nərmanov rayonunda 100 kvadratımız var, 100 kvadratlıq yerdə ev tiksinlər, tualetimizi tiksinlər, biz gedirik. Ona razı yox. İkinci sefer bizim hak hesap vermesin. Bu yolun ortasında kan töküp irin tökülecek. İsteyen 100 tane meri seçersin. Bak kibriye tökülecek. Benim hak hesabımı versin.